AXC dövlətinin müstəqilliyini tanıyan ilk dövlət Osmanlıdır. Bu müstəqillik 1918-in iyunun 4-də imzalanmış Batum müqaviləsi ilə tanınır. Batum müqaviləsi AXC-nin xarici siyasətində ilk uğurlu addım hesab edilir. Birinci hökumətə aiddir, Tiflis dövrünə aiddir. Batum müqaviləsinin bizim üçün ən önəmli maddəsi hansı maddə? 4-cü maddə. Bu maddə Osmanlı lazım olanda AXC-yə hərbi yardım göstərməsini nəzərdə tutan maddə idi. AXC-nin bu müqavilə imzalanmasından sonra Osmanlıdan yardım istənildi və Nuru Paşanın başçılığı ilə Qafqaz İslam ordusu Azərbaycana göndərdi. Bunları biz bilirik ki, sən dərslərdə bunu biz demişik. İndi qulaq asın. AXC-ni Osmanlı 1918-ci ilin iyunundan noyabrına kimi himayə etdi. AXC-nin yanında durdu. Əgər bu himayəçilik və yardımlar olmasaydı, AXC dövləti bəlkə də tez süquta uğrayardı. Ona görə Osmanlı himayəçiliyi, hava və su kimi bizə lazım idi. Aydınmı? Bəs noyabra kimi niyə deyirəm? Nə oldu ki, noyabr ayında Osmanlı AXC-ni himayə etməkdən imtina eləməyə məcbur oldu? Demək olar, həmin dövr dünya müharibəsi dövrü idi. Necə dünya müharibəsi Osmanlı üçün fəlakətlə nəticələndi. Osmanlı bu müharibədə məğlub oldu. Və 1918-ci ilin noyabr ayının 4-də imzalanmış Mudros barışığı ilə Osmanlı dünya müharibəsini məğlub kimi tərk elədi. Osmanlı dünya müharibəsini məğlub kimi tərk eləməsi ilə qalib dövlətlər Osmanlının qabağına şərt qoydular ki, Qafqazı da, həmçinin Osmanlının əsas məskən vurduğu Bakını və Azərbaycana tərk eləməlisən. Mudros barışığının Qafqazla bağlı maddələrindən biri də bu idi. Osmanlı Qafqazı və Azərbaycanı tərk eləməli idi. Məhz bu müqaviləyə əsasən məğlub olduğu üçün qalib dövlətlər tərəfindən edilən təzyiqlər nəticəsində Osmanlı noyabr ayında Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Tərk edən zaman bir dənə məsələ var, onu deyim sizə. Osmanlı qoşunu AXC-ni tərk edən zaman Əli Mardan və Topçubaşovun həmin vaxt Osmanlıya etirazı var. Bu etiraz düşünülmüş şəkildə edilən bir etiraz idi. Yəni Topçubaşov bu etirazı eləməklə etiraza nə deyilirdi? O etiraza Osmanlı deyirdi ki, AXC ki, mənim sənə etirazım yoxdur, sən gedə bilərsən. Sənin zaten burada olmağını mən istəmirdim. Belə bir də etiraz forması edilmişdi Osmanlıya. Sual çıxar deyərsiniz ki, axı müəllim, Osmanlı nə qədər bizə yardım elədi. Niyə axı Topçubaşov bu etirazı bildirmişdi Osmanlıya? Cavab var burada. Cavab bu idi ki, bu düşünülmüş bir addım idi. Topçubaşov bu etiraz eləməklə dünya dövlətlərini göstərməyə çalışırdı ki, AXC-nin Osmanlıya etirazı yoxdur artıq. Bizim öz ayaqlarımız üzərində durmaq qüdrətimiz var, yəni gücümüz var. Ona görə biz deyirik ki, Topçubaşovun etirazı düşünülmüş bir etiraz idi. Düşünmüş şəkildə Osmanlıya edilən bir etiraz idi. Osmanlı qoşunları tərk edən Azərbaycan. Danışaq digər məsələlərdən. Osmanlı qoşunları Azərbaycanı tərk edəndən sonra AXC ərazisini daxil olmağa, AXC-ni himayə etmək üçün bu tapşırıq İngiltərəyə verilir. Qalib dövlətlər Böyük Britaniyaya deyirlər, ged Azərbaycana və Azərbaycana AXC-ni himayə elə. Və İngilislər də 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinə daxil olurlar. İngilis himayəçiliyi Osmanlı gedəndən sonra, bir neçə gün sonra başlayır Azərbaycanda. 1919-un avqustuna kimi AXC-də İngilis qoşunları qalırlar. İngilislərin AXC-yə gəlmiş generalı bəs kim idi? Onu da deyim sizə. İngilislərin AXC-yə gəlmiş generalı General Thomson idi. Şolar, General Thomson 1918-ci ilin noyabr ayının 17-sində Bakıya gəldi və AXC-nin himayəsinə başladı. İndi bir dənə bir şey deyim sizə, haşiyə çıxıram. 1918-ci ildə AXC-yə 2 dənə İngilis generalı qoşun yeridir. Bir General Denstervil'di, bir General Thomson'dur. General Denstervil mənfi qüvvədir. Çünki Azərbaycana yox, ermənilərə yardım eləməyə gəlmişdi. Yadınızdadır, avqustun 4-də 1000 nəfərlə. Ermənilər hökuməti çağırmışdı. O mənfi haldır. Amma General Thomson isə müsbət bir dənə figurdur. AXC-ni himayə eləmək üçün gəlib. Demək, İngilislərin ilk gəlişi mənfi, ikinci gəlişi biraz bitsin müsbət. Demək, xalq daşıyır. Aydındır. 1918-in noyabrında Azərbaycana daxil olan General Thomson başçılığı ilə İngilis qoşunları AXC-ni himayə etməyə başladı. General Thomson başçılığı ilə İngilis qoşunları 1919-un avqust, təqribən 8-9 ay Azərbaycanda qalırlar. 19-un avqustuna kimi. Bunlar Azərbaycanı tərk edən zaman bir sıra hərbi ləvazimatları, Xəzər dənizində donanmasının demək, bir sıra gəmilərini AXC-yə verirlər. AXC oradan aldığı gəmilər hesabını öz donanmasında qurur yəni. Bu kimi müsbət cəhətləri var, bunu da bilməliyik biz.
Aydındır. Hə, General Thompson AXC-yə gələndə AXC-də 2-ci hökumət fəaliyyət etdi. Fətələ xan Koalisyonun başçılıq etdi 18 noyabrında. Əvvəl onu tanımır. Amma bir neçə gündən sonra General Thompsonun etimadını qazanmaq üçün AXC öz parlamentini çağırdı dekabrın 7-sində və 20 dekabrda 3-cü hökumət. Thompson üçün 3-cü hökuməti hökumət kimi tanımağa demək məcbur olur və tanıyır. Aydındır, bu İngilis himayəçiliyi. Danışaq İtaliya məsələsində. Şolam, İngilislər 1919-cu ilin avqustunda Azərbaycanı tərk edəndən sonra həmin dövrdə Paris konfransı keçirilirdi qalib dövlətlər tərəfindən. Paris konfransında AXC-ni himayə etmək tapşırıldı İtaliyaya. Və İtaliyaya bu himayəçilik tapşırılandan sonra AXC ilə İtaliya arasında 19-cu ilin sonu 20-ci ilin əvvəllərində General İbrahim Ağa Osmanovun rəhbərliyi ilə Romada danışıqlar olur. AXC-İtaliya danışıqları 19-cu sonu 20-ci ilin əvvəllərində. Danışıqlar Romada olur, amma 20-ci ilin fevral ayında müqavilə isə Bakıda imzalanır. Danışıqlar Romada, müqavilə Bakıda. 20-nin fevralında imzalanmış İtaliya AXC müqaviləsinə əsasən AXC İtaliyaya neft və neft məhsulları göndərməli idi. Bunun müqabilində İtaliyada AXC-yə hərbi ləvazimatlar göndərməli idi. Hə, sual düşür çıxır meydana. İngilis himayəçiliyindən fərqi nə idi İtaliya himayəçiliyinin? Cavab. Şuan, İtaliya 1-ci Dünya müharibəsində çox böyük itkilərə məruz qaldığı üçün AXC-yə əskər göndərə bilmədi. Yəni ordu göndərə bilmədi. Ancaq AXC-yə hərbi ləvazimatlar və hərbi texnikalar göndərə bildi. Amma İngilislər isə ordu ilə gəlmişdilər. İtaliya himayəçiliyinin İngilis himayəçiliyindən fərqi budur. Bu fərqi bilməlisiniz. Aydındır. Bunu da bildik. Laf əla. Şuna bir dənə məsələ deyim sizə. 1920-ci ildə aprel ayının 1-də Fransa, Böyük Britaniya, İtaliya, İsveçrə, Almaniya, Polşa və Sovet Rusiyasında diplomatik nümayəndələrin yaradılması haqqında AXC-də qanun qəbul edilib. Bu qanunun qəbul edilməsi ilə həmçinin də Paris Sülh Konfransında AXC nümayəndələrinin fəaliyyəti dayandırıldı. Çünki Paris Sülh Konfransında həmin vaxt AXC nümayəndələri iştirak ediblər. O fəaliyyətə dayandırılır. Bu fərmanı da bilməlisiniz. Aydındır, danışaq indi Gürcüstanla münasibətlərlə. Həmişə mən şagirdlərə deyirəm, Azərbaycanın yeganə qonşusu bəlkə Gürcüstandır ki, bütün problemlərimizi danışıqlarla həll edə bilir Gürcüstanla. Gürcüstanla nə problem olursa olsun Azərbaycan arasında bütün problemlər danışıqlarla həll edilə bilir. AXC yanarkən Gürcüstanla AXC arasında ərazi mübahisəsi var idi. Əsas məsələ də Borçalı məsələsi idi. Amma danışıqlar nəticəsində bu ərazi mübahisəsi həll edildi. Ərazi mübahisəsi həll ediləndən sonra 1919-cu ilin iyun ayının 16-sında AXC ilə Gürcüstan arasında hərbi müdafiə sazişi imzalandı. 1. Bu saziş Denikinə qarşı olub. General Denikin. Kim idi bu Denikin? Denikin Rusiyada inqilab qaldırmış şəxs idi Bolşeviklərə qarşı. Bu Denikin istəyirdi ki, Bolşeviklərdən əvvəlki hökuməti bərpa eləsin. Və istəyirdi ki, Rusiyaya daxil olan əvvəlki əraziləri ki, işğal olmuş əraziləri təzədən geri qaytarsın. Demək ki, Azərbaycanı da geri qaytarmaq, Gürcüstanı da işğal eləmək, düzdür? Azərbaycan və Gürcüstan üçün ortaq düşmən idi Denikin. Ona görə hərbi müdafiə sazişi Gürcüstanla imzalamış müqavilə Denikinə qarşıdır. 2. Şərtləri nə idi? Bu müqavilənin şərtlərinə əsasən Gürcüstan AXC-yə hərbi ləvazimatlar göndərməli, AXC Gürcüstana neft və neft məhsulları göndərməli idi. Eynən bu şərtlər İtaliya ilə imzalamış müqavilənin şərtlərinə oxşuyur yəni, oxşar şərtlərdir. Bu müqavilə imzalandan sonra müqavilənin şərtlərini yerinə yetirmək üçün hərbi şurada təsdiq edilmişdir, hərbi şura yaradılmışdır. Bu Gürcüstanla münasibətlər. Danışaq indi AXC-nin Ermənistanla münasibətlərindən. Əziz və dəyərli şagirdlər, Ermənistanla AXC ilə nə var eyni vaxtda yaranıb. Ermənistan Respublikası yarananda ermənilərin paytaxt şəhərə ehtiyacları var idi. Onlar da özlərinə paytaxt eləmək üçün Gümrünü istəyirdilər. Həmin dövr Gümrü Aleksandropol adlandırılırdı. Gümrü də həmin vaxt Osmanlı nəzarətində idi. Gümrünü istəyən ermənilərlə Osmanlılar rədd cavabı verirlər. Osmanlıdan rədd cavabı olan ermənilər AXC-yə müraciət edirlər. Deyirlər ki, bizə bir ərazi verin, biz özünə paytaxt eləyək bunu. Bunu istəyirlər. AXC-də həmin vaxt Osmanlı da deyir ki, AXC-yə ki, bunlar yola verin də, buna ərazi verin, paytaxt eləsin. Osmanlı AXC-dən tələb etdiyi üçün, bir də AXC həmin vaxt Ermənistanla müharibə istəmədiyi üçün bunlar otururlar, məsləhətləşirlər, iclas keçirirlər. 29 may 1918-ci ildə AXC bir gün yaranmışdı həmin vaxt. Yaranılmasından bir gün sonra. Keçirilən iclasda İrəvan şəhərinin Ermənistana verilməsi haqqında, paytaxt kimi verilməsi haqqında qərar verilir. Öz əlimizlə İrəvanı ermənilərə verir. Amma şərtlərlə verir. Şərtlər bu ki, ermənilər Azərbaycana qarşı ərazi iddiası sürməyəcəkdir. Yəni,
Zəngəzura, Qarabağa, Şərur Dərələzə, bu ərazi, Naxçıvan ərazində sürməyəcəkdir. 2. İrəvanda yaşayan müsəlmanların həyat şəraiti yaxşılaşdı, yəni təqib olunmayacaqdılar. Onlara din azadlığı veriləcəkdir, öz dinlərində itaat eləmək, öz şəraitində yaşamaq icazəsi veriləcək, təqib olunmayacaq müsəlmanlar, sıxışdırılmayacaq müsəlmanlar. Bu şərtlərlə. Bir də bu şərtlər qəbul etdiyi təqdirdə Ermənistanda AXC nümayəndəliyi də açılmalı idi. Belə bir dənə şərtlərlə İrəvanı Ermənistana verdik. Aydındır və ondan sonra İrəvan Ermənistanın paytaxtına çevrildi. Tarixin sonraki hadisələri bizə göstərdi ki, ermənilər verdiyi vədləri yerinə yetirmirlər. Ərazi iddiaları davam edirlər. Hətta qalar, bu da Ermənistanla münasibətdə, danışaq Qacarlarla münasibətlərdə. İnşallah, Qacarlar da AXC yaranan zaman Qacarlarla da AXC arasında problemlər var idi. Ən çox da Cənubi Azərbaycan məsələsindən Qacarlar qorxurdu ki, birdən AXC Cənubi Azərbaycana iddia edir. Münasibətlər yaxşı deyildi. Amma Böyük Britaniyanın səyləri nəticəsində 1919 avqustunda Qacarlarla AXC arasında münasibətlər tənzimləndi, qaydaya salındı. Münasibətlər düzəldi. Münasibətlər düzələndən sonra 1920-ci ilin martın 21-də AXC ilə Qacarlar arasında dostluq müqaviləsi imzalandı. Diqqət edin, Gürcüstanla imzalanmış müqavilə hərbi müdafiə müqaviləsi idi. Amma Qacarlarla imzalanmış müqavilə dostluq müqaviləsidir. Müqavilənin şərtlərinə əsasən AXC-nin müstəqilliyini Qacarlar de jure, qanuni olaraq tanıdılar. De jure tanımaq, qanuni tanımağa deyirlər. Qanuni tanıdılar. Və bu müqavilədən sonra Tehranda Azərbaycan səfirliyi, Təbrizdə baş konsulluq açılmalı idi. Açıldı. Bunu da bildik. Danışaq indi Dağlı Respublikasından. Uşaq Dağlı Respublikası iş Dağıstandır. Normal münasibətlər. Zaten AXC ilə keçən problem olmur. Normal münasibətlər olur. AXC ilə problemi olanlar olur. Rusiya, Ermənistan AXC-yə qarşı. Amma AXC hamı ilə dostluq münasibətləri qurmağa səy göstərən bir dənə olur. Dağlı Respublikası ilə münasibətlərimiz yaxşı idi. 1919-cu ilin yayında Dağlı Respublikasının Ağqvardiyasılar, yəni Denikin işğal edir. Bundan sonra təhlükə yaranır. Denikin yaxınlaşır bizim sərhədlərimizə. AXC üçün təhlükə yaranır. Bu təhlükədən qorunmaq üçün həmin vaxt hakimiyyətdə olmuş Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi 4-cü hökumət idi həmin vaxt hakimiyyətdə. 4-cü hökumət tezbazar ölkə ərazisində 19 iyununda hərbi vəziyyət elan edib, Dövlət Müdafiə Komitəsi yaradır ki, birdən bunlar hücum eləsə denir ki, ona qarşı mübarizə aparmaq rahat olsun. Bu dəqiqə ki, aydındır. Uşaqlar, demək, burada biz qalırıq, bir dənə qalır AXC nümayəndələri Paris Sülh Konferansında. Bunu da bir xırda izahını atacağım, artıq zəngli danışa bilmirəm. Bunu da qısa izahını atacağım, onu da oradan öyrənəcəksiniz. Qısaca bunu deyim ki, AXC nümayəndələri dünya müharibəsindən sonra qalib dövlətlərin keçirdiyi Paris konferansında iştirak eləmişik. Paris konferansında AXC-nin iştirak etməsinin səbəbi AXC-nin millətlər cəmiyyətinə daxil eləmək, bir də Azərbaycanın müstəqilliyi dünyaya tanıtdırmaq idi. Orada iştirak eləmişik. Orada ABŞ-ın prezidenti Wilsonla görüşmüşük. Nə vaxt onu öyrənəcəksiniz. Öz sərhədlərimizi, xəritəmizi təqdim eləmişik və nəhayət 1920-ci ilin yanvar ayının 11-də AXC-nin müstəqilliyini Versalda iştirak edən qalib dövlətlər de facto tanıyıblar. Yəni, faktiki olaraq AXC-nin müstəqilliyi Paris Sülh Konferansında nə olub? Tanınıb. Aydındır, dərsimizin izahat bu qədər.